Həftəlik bürclər, balıq, xərçəng, əqrəb bürclərinin son sürülərini 16 fevraldan 23 fevrala doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar bu həftə parçalanacaqsınız. Bu həftə elə bir yarımçıq formada qalacaqsınız. İstədiyiniz kimi güclənmək, istədiyiniz kimi önə çəkilmək, aktivləşməyiniz zaman çərçivəsinə doğru yarımçıladır. Bu həftə nəsə qərar verəcəksiniz. Etdiyiniz qərar bir balaca zaman çərçivəsinə doğru yarımçıqlıq, etdiyiniz qərar zaman çərçivəsinə doğru boşluq yarada bilər. İki tərəfdən də belə deyim də, həm maddi cəhətdən, həm şəxsiyyət cəhətdən qərarsızlıqda, boşluqda olacağınız bəzi nüanslar olacaq. Amma burada başqa bir problem var. Həftənin ortalarına doğru, həftənin cümə axşamına qədər enerjiniz başqa cür olacaq. Cümə axşamından başlayaraq enerjiniz daha sərtləşmiş, daha qərarlı, daha günəş, belə deyim də, istilik enerjilərinizin aktivləşməsi formasında olacaq. Amma burada bir başqa bir nüans var. Sizin qorxularınızın öhdəsindən gələcək başqa bir şövalyəyə, prensə çevriləcəksiniz. Çünki o qədər sərtləşəcəksiniz balıqlar. O qədər məqsəd yönlü olacaqsınız. O qədər özgüvənli olacaqsınız ki, sizi bu yolunuzdan düşüncələrinizin ki çıxarda bilmirsiniz və sərt insanların qəlbini qırıcı, hər şeyə qarşı məqsəd yönlü şəkildə davam edəcəksiniz. Həftənin əvvəlləri narahat edici, həftənin əvvəlləri yarımçıq olmasına baxmayaraq, həftənin sonlarına doğru özünüzü toparlanmağı, güclü formada aktivləşdirməyi mükəmməl bir şəkildə bacaracaqsınız. Yəni o qərarlılığınızı zaman çərçivəsinə doğru güclənmiş bir enerjilərinizin toplusunu bərpa etməyi bacaracaqsınız. Ümumi həftəni dəyərləndirsək, 78%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma yenə də deyirəm, mülklə, evlə, maşınla, satqı, alqı ilə əlaqədar bu həftə heç bir şey etməyin. Çünki o cəhətdən bir balaca narahatçılıq və peşmançılıq yaşayacaqsınız. Xərçənglərə gələndə retronun ən çox da aktivləşəcək və günəş tutulmasının ən çox da geriyə, keçmişə doğru təsir edən bürclərindən bir də xərçəngləri sizsiniz. Bilirsiniz, çünki keçmişə qayıtmaq istəyəcəksiniz, keçmişdə kim olmaq istəyəcəksiniz, hər şey keçmişdə kim, belə deyim də, qarma-qarışıq formada olmasını istəyəcəksiniz və asıllıq keçmişdə əlaqədar yaranacaq. Güclüsüz, zaman idarə edə bilərsiniz, bu həftənin uğurlarından da biri siz ola bilərsiniz. Amma uğurlusuz, bu sizi qaniləmir. O bir məsəl var, hər şey var, amma heç nə yoxdur. Sizdə də hər şey var, amma heç nə yoxdur. Özünüzü sanki stabilləşdirə bilmirsiniz. Özünüzü zaman çərçivəsinə doğru yeni alanda, yeni bir pozisiyada gücləndirə bilmirsiniz. Həftənin sonlarına doğru yeni iş xəbərlər, yeni təkliflər, yeni güclənmə edə bilərsiniz və bu sizin birdən-birə dəngənizi gücləndirməyə səbəb ola bilər. Amma başqa bir məqamlar burada bilirsiniz nədir? Keçmişdən gələcəyə doğru sizin enerjilərinizin içərisində yarımçıq qoyduğunuz, keçmişdən yarımçıq qoyduğunuz maddisal problemlərlə əlaqədar aktivləşmə olacaq xərçənglər ki, o maddisal problemlərin qabağını ala bilməyəcəksiniz. Özgüvəniniz güclüdür, dəngənizi stabilləşdirəcəksiniz, emosiyalarınızı idarə edəcəksiniz. Sağlamlıqla bağlı bəzi problemləriniz olacaq. Ayın 20-sinə qədər. Onları həll eləməyə başlayacaqsınız. Amma auravız o deyil. Görürsünüz, danışanda belə məndə boğulmalar, nəfəs almamı saxlayıram ki, negativ mənə vurmasın. Boğulmalarım çoxdur. Mənfi auravız var. Bu mənfi auravız yaşadığı ev, yaşadığınız mühitlə əlaqədar ola bilər. Çünki keçmişin mənfi aurası sizi zaman çərçivəsinə doğru bloklayacaq. Əqrəblərə gələndə, əqrəblər bu həftənin ən narahat edici həftələrindən biri ola bilər. Əqrəb və yüksələnlər əqrəb olan insanlar. Belə deyim də, zaman çərçivəsinə doğru elə bir vəziyyətdə olacaqsınız ki, qəfəs vəziyyətiniz, dövlətlə, rəsmiyyətlə əlaqədar narahatçılıqlarınız, özgüvəninizin itirilməsi, nəfsinizin qurbanı ola bilərsiniz, sevgi, şəxsiyyətlə əlaqədar özünüzü tam toparlamamış bir vəziyyətdə saxlayacaqsınız. Hər şeylə bir qarma-qarışıq bir vəziyyətdə olacaq və yüklənmələriniz zaman çərçivəsinə doğru düzəlməyəcək. Elə bir yüklənmədə olacaqsınız ki, sanki geriyə doğru gedəcəksiniz, şəxsiyyətlə əlaqədar olaraq, münasibətlə əlaqədar olaraq, ailə ilə əlaqədar özünüzü toparlaya bilməyəcəksiniz və bunu toparlaya bilmədikcə daha da öfkəniz, daha da əsəbiyyətiniz ciddi bir şəkildə artacaq. Bu həftə o qədər də pozitiv həftə deyil. Bu həftə verdiyiniz qərarlar, bu həftə etdiyiniz addım və hərəkətlərə görə tam belə deyim də, istədiyiniz heç nəyə bərpa edə bilməyəcəksiniz və geriyə doğru, daha da geriyə doğru addım atmağa başlayacaqsınız. Çünki qarşınızı görə bilməyəcəksiniz və atdığınız addımlar da səhv addımlar olduğu üçün ən gözəl bir məqamda geriyə çəkilməyiniz sizin üçün daha uğurlu bir məqamdır. Xoşum gəlmədi, hər şey qarışıqdır. Hissləriniz, görmədiyiniz nüanslar, dövlətlə əlaqədar, sənədlə, sürətlə əlaqədar problemləriniz, özünüzün gələcəyə doğru plansız yanaşmağınız, gücünüzün itirməsi, hər şey kaşa vəziyyətindədir. Ümumi dəyərləndirsəm 61-62%-ə qədər əqrəblər həftənizi uğurlu edə bilərsiniz, amma bu uğurlu bir həftə deyil.